Əlbəttə ad Günay olsun. Bu da çox istənilən adlardandır. Günay adı bizə 23-dən 5 verdi. 3 rəqəmi ümumilikdə dəyişikliyi sevən, çox emosionallığı olan və bir o qədər də belə deyim, qorunaqlı enerjini özündə daşıyan rəqəmdir. Yəni bu adın sahibinə ad bir növ onu çətinliklərdən qoruma enerjisi də verir. Ümumilikdə Günay adlı xanımlar çox tələskən, çox dəyişkən, yenilikləri sevən, riskləri sevən, emosional insanlardılar. Azadlıqlarını həddindən artıq çox sevirlər. Hətta onlar üçün bu müəyyən mənada həyatda çətinliklər də yarada bilir. Çünki azadlıqlarına, dəyişkənliyə və səbirsizliklərinə bəzən hisslərini, hərəkətlərini, davranışlarını, həyatlarını qurban verə bilirlər. Eyni zamanda çox hərəkətli xanımlardılar, hər şeyə maraqlı xanımlardılar, çox tez öyrənmək qabiliyyəti olan xanımlardılar. Eyni zamanda da bildiklərini başqalarına öyrətmə qabiliyyətləri də yüksəkdir. Bu adın sahiblərindən çox yaxşı müəllim olar, psixoloq olar. Çünki onlar ünsiyyəti, dəstəyi, köməyi, danışmağı çox yaxşı bilirlər. Bölgə tərəfləri xanımların bir işi uzun müddət davam eləməkdə çətinlik çəkmələrdir. Tələskənlikləri, səbirsizlikləri başladığı işləri bitirməkdə onlara mane ola bilər. Xanımlarda tez-tez emosional partlayışlar görə bilərsiniz. Bu adın enerjisini daşıyan xanımların güclü cazibə enerjiləri, qorunaqlı enerji olduğundan həmin adın sahibləri nə qədər çətinlik düşsələr də, nə qədər riskli qərarlar versələr də, sonda bir formada gedib onlar üçün yaxşı olan yerə çıxarlar.